Qışda dondurma yemək diş və boğazın daha dözümlü olmasına səbəb olur, bədənin temperaturunu müvəqqəti aşağı salır, soyuğu daha az hiss etməyə kömək eləyir. Hələ belə şirin və qaymaqlı olduqda isə beyində endorfin və serotoninin ifrazını çoxaldır, qalanını da başa düşdünüz. Dünən ora-bura getməyə köşəm restoranından başladım. Bura mənim bu sahədə ilk iş yerim olub. Bu gün də qar mənzərəsini daha göz önünə çəkə biləcək video çəkməli idim. Əvvəlcə kofemi içirəm, sonra gəzib baxıram, uzaqdan çəkiləsi kadrları çəkirəm, sonra da donub gəlib çay içirəm. Çaydan sonra binanın yaxın kadrlarını çəkib keçirəm içəri interiyer çəkilişləri eləməyə. İçəridən çöl mənzərəsini göstərə bilmək üçün bu kadrı çəkirəm. Sonra balkondakı bu masa diqqətimi çəkir. Videonun sonunda isti bir atmosfer yarada bilmək üçün bu kadrları çəkirəm. Video hazırdır, kim istəsə köşəmin Instagram səhifəsində baxar. Sonra tez çaparaq ləvazimatlarımı yığıb, çantaları toplayıb, yolun qırağında maşın gözləyib gəlib çatıram mərkəzə. Mərkəzdən də mənzərəli yollarla keçib gəlirəm VIP House-a ki, bir dənə qaynar xarço yeyim, qanıma istiot qarışsın, donum açılsın. Niyə səhər dəfə xarço ilə Gürcü xəngəli yeyəndə də yadıma Saakashvili düşür, nə vaxtsa prezident olub, amma indi bəlkə də ona bir kasa xarço verən yoxdur ki, yeyib ala, canın isinsin. Antifrizi də vurub bədənə VIP House-dan çıxıb gəlib çatıram Memiyə. Başlayırıq fikirləşməyə görə ki, bu gün maraqlı nə çəkə bilərik ki, həm sizin üçün maraqlı olsun, həm də bizim üçün fərqli bir fəaliyyət olsun. Beləliklə gəlib çatırıq Lazanın ətəklərində bir yerə, gətirdiyimiz taxtalarla ocaq qalırıq. Bu soyuqda bu qədər əziyyətlə başa gələn videoya da 2200 baxış gələndə dilxor olmuruq. Əsas o da özümüz üçün də maraqlı bir istirahət oldu. Memidən sonra gəlirəm bu Afreyimi və dostum Süleyman bu ev üçün məndən video istəmişdi. Gündüz çəkiləsi kadrları çəkirəm, sonra fasiləyə ayrılıram çünki toya çağırmışdılar. Bu qaqaşla da şükür Allah həmişə xeyir işlərdə rastlaşırıq. Dostum Vüsal da burdadır. Toyda da Allah verəndən bir iki loxma yeyib göz aydınlığı verib qayıdıram yenə evə ki, axşam çəkilişlərimi eləyim. Gündüzdən planladığım kadrları ardıcıllığı ilə çəkirəm. Videonun paylaşılacağı Qafqaz Suite səhifəsində işarə eləyəcəm, kim istəsə baxar. Buradan sonra da gəlirik mərkəzə dostumuz Turalın Karamel Coffee Shopuna. Yorğunluqdan ölürəm və video da burada bitir.